Xoş gördük, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərintac Mays qızıdır. Ölkədə bu saata olan ən vacib xəbərləri təqdim edirik. Sabah İqtisadiyyat Naziri Mikayıl Cabbarov Pakistanla qarşılıqlı anlaşma memorandumları və investisiya layihələri üzrə sazişlərin müzakirəsini tamamlamaq üçün bu ölkəyə səfər edəcək. Səfər zamanı Mikayıl Cabbarov Baş nazir Şahbaz Şəriflə görüşəcək. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Əsgər Nicatoğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub. Report xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna aparılıb. Musayev Göyşaban kənd qəbristanlığında torpağa tapşırılıb. Xaçmazda 45 yaşlı Yaqut Məmmədova qətlə yetirilib. Oxaz xəbər verir ki, qətldə Xasbuladova kəndində molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov şübhəli bilinir. Məlumata görə o həyat yoldaşını başındakı yaylıqla boğaraq qətlə yetirib. Daha sonra Məmmədov polis idarəsinə gələrək təslim olub. İlkin məlumata görə hadisəyə səbəb qısqanclıq olub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırmalar aparılır. Şəmkir rayon polis şöbəsinə Mercedes markalı avtomobildə sərnişin olan 3 nəfərin sürücüyə zor tətbiq edərək nəqliyyat vasitəsini və 332.800 manat ekvivalentində xarici valyutanın quldurluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən 38 yaşlı İsrafil Baljanov, 39 yaşlı İsrafil Tağıyev və 33 yaşlı Rasim Cəfərov müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə şübhəli şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib. 1 may saat 11:00-dan etibarən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qəbul prosesi www.mektebeqabul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların 1-ci sinifə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbə hazırlıq qrupundan avtomatik olaraq 1-ci sinifə keçiriləcək. Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start veriləcək. Bugün Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq. İslam Bazarqanov 57 kiloqram, Əli Rəhimzadə 65 kiloqram, Kənan Heybətov 70 kiloqram, Orxan Abbasov 79 kiloqram və Abubakir Abakarov 97 kiloqram çəkidə döşə üzərinə çıxacaqlar. Qeyd edək ki, Avropa çempionatı aprelin 13-nədək davam edəcək. Görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürəcək. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.